Belə bir sual verilib. Deyir ki 0.3 üstü 1 bölünsün x plus y və bərdə 0,27 və eyni zamanda 0.1 üstü x plus 1 bölü y və bərdə 0,100. Birinci görürük ki, yəni 27 3'ün kubudur. Yəni bu ifadəyə əsasən 0,3 üstü 1 bölünsün x plus y bərabərdir 0,3'ün kubuna. Çünki 0,27 0,3'ün kubudur. Ve 0,1 üstü x plus 1 bölünsün y bərabərdir 0,1'in kvadratı. Əsaslar eynidir. Onda qüvvətləri bərabərləşdiririk. 1 bölünsün x plus y bərabərdir 3'ə və x plus 1 bölünsün y bərabərdir 2'yə. Bu ifadələrin yəni hər birini ayrı-ayrılıqda sadələşdirsək, eyni məxrəcə gətirsək, alınır buradan 1 plus x, y bərabərdir 3x-a və 1 plus x, y bərabər olur 2y-ə. Bu iki ifadə bir-birinə bərabərdir. Onda 3x da 2y-ə bərabər olmalıdır. Onda y bölünsün x buradan alırıq 3 bölünsün 2. Yəni 1/5. B variant.